Sabahınız xeyir. Hər kəs səhər açılanda kofe içsə, mən çay içirəm, çay xoram yəni. Deməli, bu gün nə edirik? Bu gün evimizə mebel. Tam geniş sizə çəkim nə elətdirəcəm bu evdə? Televizor atlığı yığdıracağam, yəni televizor şkafı yığdıracağam. Arxalığı da olacaq. İşıqlar qoydurmuşam. İndi yavaş-yavaş hazırlama prosesini də sizlə paylaşacağam. Daha sonra keçirik. Burada şkaf elətdirəcəm. Baxın bu hissiyə. Görürsünüz necə səliqəsizliyi var burada. Biz sentyabr ayından köçmüşük. Hələ işlərimizi tam bitirməmişik. Yavaş-yavaş edirik. Burada şkaf elətdirəcəm. Baxın girəcəkdir bura. Şkaf elətdirəcəm. Burada mənim otağımdır. Mən sizə buranı görsədim. Baxın bu hissiyə. Bu otaq çox balaca olduğundan burada bir yer qalıb. Bu hissiyə göz olan bir şkaf yığdırıram. Göz olan bir şkaf yığdırıram. Məncə qəşəng olacaq. Elə rəngi də elə seçmişəm ki, bu rəng olacaq. Yuxarısında birinə açarlı elətdirmişəm. Heç bilmirəm niyə elətdirmişəm, amma indi görəcəksiniz. Görək necə olacaq. Mənim özümə də çox maraqlıdır. Bura belə şkaf olacaq, içi qapılı olacaq. Hər şeyim bu arada yerdədir, görürsünüz. Yəni mən hardasa sentyabrdan ustaların gəlməyini gözləyirəm. Demişlər saat 11-in yarısına gələcəm. Demişlər saat 11-in yarısına gələcəklər. Artıq 11-ə qalır. İndi harda olsa gələrlər, zəng elədilər. Günüm indi zəng eləmişdilər, gəlirlər. Hətta deyəsən aşağıdadılar, qaldırırlar. Gedim qapını açım. Onlar gəliblər. Yavaş-yavaş gətirirlər taxtaları, nə bilim mebelini indi yığılacaq onları gətirirlər. Alətlərini ortalıqda nə var idisə götürdülər, çəkdilər qırağa. Görək necə olur. Burada nəyimiz qalıb ki, heç nə. Belə. Burada zibil var şey. İstəyirəm gətirəm süpürəm 5 dəqiqəyə. Bura xalçanın altıdır. Qalıb atda da. Ona görə tuz var burada. Zibil. Çox deyil, azdır. 3 dənə zibil var. Adam görürlər, sıxılır, gəzəcəklər, yiyəcəklər. Ayaqlarına dəyməsin. Dışarıdan mı? Maşından oturuyor. Ha, galiba öyle. Ustalar işe başladı. Siz ne istəyirəm eləyim? 5 dəqiqənin içində bir dənə keks eləyəcəm. 3 dənə yumurtanı vurmuşam bura. 3 yumurta elə əlimdə eləyirəm 5 dəqiqənin içində. 3 yumurta, 1 stəkan şəkər tozu. Qarışdıracağım. 5 dəqiqənin içində bir dənə keks çıxardacağım yumurta alacağım. Çox şəkər valla. Bacınız bir dənə indi. Baxın, baxın. 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, yəni 200 ml stəkanlar var. O 1 stəkan
Belə. Qoymuram. Mən qoymaram. Bunun içində bir dənə qalsın. Qoymaram. Bir dancı. Bu işdə, yəni bu işdə çox yaxşı. Qoymuram. Qabın önünə qalsın. Qoyaq buraya yuvarıqlarına olacaq. 2 qaşıq. Oy. 1 stəkan. Qatıq. Qarışdırırıq, qarışdırırıq. İnanırsınız ki, mənim qızdırmam yoxlayın, görəcəksiniz. Əlinizə bir dənə kek düşəcək. Deyə bilməzsiniz ki, məndə kek salınır. Heç şeyə də ehtiyac yoxdur, mikserə də ehtiyac yoxdur. Mənim bu reseptimi bir-birisi qədər xanımlarımız yoxlayıb. 2 dənə qabartma, bu da 2 qabartma. Kim deyir 2 qabartma olmaz? Olar. Emin geçsin. Mən deyirəm sizə. 2 qabartma. Və mənim gülməyimə baxmayın, amma mən öləndə də güləcəm. Mən artıq bilirəm, işimi bilirəm. Orada bir dənə qəşəng işləyir, oturub baxmaq lazımdır. Sadəcə şıx eyləkləri da işləyirlər, mənim orada nə işim? Belə etmədən olmaz. Bu da vanilya. Tez eləyəcəm, qaldı, indi beynimə girdi, şimdi pişirim də düz deyil. Ayıb daxil. Bir spatuladır, bir də ki çox pisəm. Amma qılmadım, ayaqdım. Bu hazır. İndi buna stəkanım bizə mama ilə oturmuşduq. Deyəsən Madonun ad günü idi, biz də gördük, gətirib verdilər. Mən də gətirdim evə. Oradan isə qızım işləyir. Bir də apar qoyacam telefonu, oyuqlusu otaqlarına, tek çəkəcək. Bilirəm, mənim kimi maraqlı olanlar var bu işə. Biz ailəlikcə maraqlıyıq bu işə. Mamam ümumiyyətlə ustaların yanında oturur, axır keçəsini kimi baxır. Bir stəkan unu əlavə elədim içinə, qarışdırdım. Allah, yeri göy un elədim. Qarışdırdım, bu da 2-ci stəkanımızdır. Qarışdırdım, yaşayacağım. Hələ əlinizdə. Mikser bulamıyorum. Mən heç aram yoxdur, bu mikseri hər şeyə istifadə eləməklə. Heç sevmirəm. Nə soyanla maraqlı işlər gedir. İnanırsınız, düz gələn gününə kimi dedim. Görəsən mən yaxşı rəng seçmişəm. Görəsən bu rəng olsaydı necə olardı. Görəsən belə olsaydı necə olardı. Nə qədər insan qərarsız olarmış. Nə qədər insan qərarsız olarmış hər şeydə. Deyirəm pul verilir də. Pul verilir də bunu rəmiş olan bir şeylərdir kızlar. Ben ölüyorum. Qaldı. Bak bugün. Qışda sən xəstələnmə, grip olma. Bir hardasa təxminə mən 2 ildə normal grip olmuram. Özümə elə baxıram ki, inanırsınız, çiya toxumu falan, hamısı buradadır bu. Görürsünüz bunu, çiya toxumu, kollagen falan. Ülvi özünə baxır. Mən niyə xəstələnərəm, mən bilmirəm. Qaldı, yaz aylarında xəstə, mən həmişə eləyəm. Yaz aylarında, sən də artıya yoxdana, qalıram, yaz aylarında grip oluram. Mən də elə bilirəm ki, allergiyam tutub, özümü hiss edirəm. Dəndeləyək. Dəndeləyəcəm. Elə 2 stəkan, 3 stəkan, çay stəkanı bəstələyəcəm. Yiyirəm, baxın, mənim yiyirəm. Axı, mən hər gün yiyirəm bunu. Dedim, yəni yedim, bitirdim mən bunu. Ya da uşaqlar nə yedim oldu buna? Hamısını hazır gətiriblər bunların. Hamısı hazırdır. Ona görə tez-tez bitəcək deyəsən işlər. Orada mənim otağımda nəsə iş gedir. Təmiz iş deyirlər bu arada. Bunlar ama hazırdır yavaş-yavaş. Orada nələr eləyirlər amma başım çıxmır nədir. O Yusuf gəlsin deyəcəm, hamısını çəkəcək tək. Sen ne gör?
götürün pencereden bekleyin. Sağ ol. Burada görün nə var. Əlcəklərdir. Mən əlcək seçmişdim, şəkilə seçmişdim. O da ki, Tural bəy dedi ki, yox, bunlar möhkəm, bunlar daha möhkəmdir. Bu da qarasıdır. Görək hələ. Qoyulacaq, belə bölünəcək bura. Bunlar burada. Necə həvəslə baxırlar. Ustalar işləyirlər, artıq hazır işləyir, söz yox. Hop, gördünüz də nə oldu? Gördünüz? Allah'ım var. Görsünüz mü? Bu da size kek resepti. Bakın videonun içinde size resept de verdim. Daha ne istiyorsunuz siz? Bir saat işləyirlər, çəhtəki belə amma içmirlər. Hələ, indi hazırlayayım. O Yusuf da gəldi, deyərəm. Çağırar, içərlər. Qladovkamız hazırlanır. Deyəsən, burada belə bir şey. Qladovka. O da tut baxım elə. Tut baxım elə. Əvvəl gözümə böyük görsənirdi. Ora tutandan sonra yaxşı. Haydi. Elə. Ayağımın altına koyacağım ben nasıl? Görsən, hep ki qoşulmağını göstərənmədim. Geçəydim. Bu balaca televizorumuzun əlində zülümdədirlər. Buna nəsə yerləşdirə bilmiyorum. Aha, yerləşdirəcəyik. Sen uzağa Afrikası. Böyle olur da. Bura makyajlarımı koyarım ya da lazımlı şeyler. Açarza. Gel. Ay sağ ol da. Bizim televizor hələ biraz balacadır. Bunun böyüyü olandan sonra daha məncə qəşəng tamamlayacaq. Amma Horo. Ne çıkartıyorlar ha? Salafanları. Ne çıkardılar? Hayır. Salafanları. Geç öyle. Geç.
Pərdələrim ortada deyil. Nə? Hı? Nə? Bu. Bu da tam hazır halıdır. Baxın belə. Görsədim sizə. Yenə də deyirəm bizim televizor biraz bura balacadır. İnşallah o da alınır. Bu nə üçündür? Onu başa salın. Bunlar tok üçündür, yəni kabel üçündür. Burada da yer qoydurmuşuq. Onu qardaşım dedi bizə? Dedi onu qoydurun. Baxın burada da var. Uy, burada deyilmiş. Ha, burada da var. Baxın. Yəni uşaqlar haçınsa istəsə kabel, PlayStation falan burada tok olsun. Yəni sizə də fikir olsun. Yəni buralardan səliqəsiz gəlməsin sonradan. Sonradan çünki elə bir fikrimiz olsa bu tərəfdən çıxmalıdır, səliqəsiz olmalıdır. Amma indidən bunu qoydursanız aşağı hissədən, sonradan PlayStation istəyirsiniz də, uşaqlar çoxu istəyir də indi. Buradan artıq yer var. Buradan səliqə ilə gələcək, çıxacaq düz buradan. Daha sonra buradan taxılacaq, istifadə olunacaq. Mən qonaq gələndə istifadə elədiyim qabları artıq gətirmişəm, yığmışam bura belə. Yəni qonaq gələndə yaxşıdır. Bu sırf yəni bu şkafı onun üçün istəmişəm. Qonaq gələndə burada olsun. Qablarım buradan da götürüm elə süfrəyə qoyum. Belə basaç. Baxın, basaç elətdirmişik. Mən daha rahat bilirəm. Bunlar hamısı çox keyfiyyətlidir. Deyəsən dedilər Avstraliyanındır. Yəni səhv eləmirəmsə elə dedilər. Bu belə. Mən arxalarına da işıq qoydurdum. Buradan effektli, gizli işıqdır. Bu günəş işığıdır. Baxın, buradakılar günəş işığıdır. Alta da qoydurdum. Yəni bu effektləri mən çox sevirəm. Axşamlar elə deyək bundan istifadə olunacaq. Heç patolog işıqlarından istifadə olunmayacaq. Mən işıqları çox sevirəm. Bu gülü də qardaşım mənə Ramazanda alıb, Ramazan bayramında alıb gətirib. Yuskdan alınıb. Bilmirəm, bura qoyum, yoxsa bura qoyum. Belə qalmışam. Nəsə burada daha çox sevdim. Bilmirəm, siz nə deyirsiniz? Sizcə bura yaxşıdır, yoxsa burada yaxşı olar? Keçək mənim otağıma. Keçək baxın buranın. Burada da belə bir işığımız var. Bu da qladovkadır. Baxın, öz rəngi. Bu da uzaqdan çəkim çox gözəl görsənir. Biz evin rənginə uyğun eləmişik. Mən bu tutacaqları, baxın, bunların qara eləməyimin səbəbi buradakı profillər qaradır. Ona görə düşündüm ki, bunlar da qara olsun. İstəyirsiniz içində görsədim elə. Belə. Bunlar hamısını dəyişəcəm zamanla inşallah. Belə. Yuxarıda da 2 dənə böyükləri var. Onu da fikirləşmişəm ki, onu böyük saxlamağımın səbəbi, qızlar, bilirsiniz, baxın, onu böyük saxlamağımın səbəbi ora mən 3 kiloluq bankalar yığdıracağam. Yığacam, böyük bankalar istəyirəm yığam. Belə orada da ara kəsmə var içində. Burada da böyük qalıb istəsəm taxtası məndədir. 2 yerə bölə bilərəm belə. Belə, bu da hazır. Bunları da sizə göstərdim içini. Burada ayaqqabı xoşuma gəldi. Baxın, belədir. Yəni arxada olan ayaqqabılarda çox rahatçılıq. Biri var əyləsiz belə götürəsiz falan, elə olmur. Arxada olan ayaqqabılar da çox rahat irəli gəlir, çox rahatdır. Yuxarıdakı kimidir. Bunlar da səliqə ilə, mənim xəbərim olana kimi çox səliqə ilə buraları özləri düzəldiblər, sağ olsun. Baxın, firmanın adı da üstündə qalıb. AGT firmasıdır, çox qəşəngdir. Materialı möhkəmdir, bilinir. Və bütün aksesuarları da deyiblər, yəni mənə elə deyiblər ki, bütün aksesuarları da möhkəm aksesuarlardan istifadə edilib. Belə. Keçdik mənim otağıma. Belədir. Görürsünüz. Məncə çox qəşəng görsənir. Yəni inanırsınız bu balaca yerlərə bunları elədilərsə, yəni bu çox böyük bir şeydir. Çox qəşəng. Bunu da bilirsiniz, onsuz da dedim, trening. Bu əlcəkləri özüm belə eləmişəm, yəni qızıl rəng etmişəm. Uyğun gəlir. Burada bir problemimiz var ki, pərdələrimi oradan hardasa 30 santim, baxın, mən icazə vermədim. Əvvəldən demişdim ki, bu tam otursun bura. O da mənim günahım olub. Pərdə məcburən bu qədər gəldi bu tərəfə və gəlib burada belə topayla yığılıb. İndi fikirləşirəm ki, gedərəm bu pərdəni kəsdirərəm, oradan düzəltdirərəm.
Bu da mənim. Heç kim inanmırdı ki, bu burada böyle bir şey alına bilər. Burada balaca bir yer qalmışdı. Bunu da şkaf elədim. Maksimum evdə nə qədər balaca bir bildiyim yerlər varsa, olan hamısında şkaf yığdırmışam. Bunun içindən də özəl paltarlarımız var. Bunu göstərməyək. Belə yığdırmışam. Hamısını göz-göz eləmişəm. Güman edirəm ki, bəyənmisiniz. Belə. Tam hər birini göstərdim tək-tək. İnşallah bəyənərsiniz.